Azərbaycan aşıq sənətinin son illərdə ortaya gətirdiyi ən gözəl ustadlardan biri Yaşar Məhərrəmovdur, Yaşar Kəlbəcərlidir. Yaşar öz zəngin repertuarınla hamıya örnək olan bir aşıqdır. Onun sinəsindəki və parmaqlarındakı saz havaları unikal havalardır. Onların böyük əksəriyyəti heç kimin ifasında yoxdur. Bir qismi də elə Yaşarın öz yaradıcılığının məhsuludur. O mənada mən hərdən deyirəm, Yaşarın 250-dən çox repertuarında o görürəm, hər dəfə biraz da artırır, ya 270 eləyir, ya 300 eləyir. İnşallah bu yol davam eləsin. Mən düşünürəm ki, bir xəzinə adam kimi UNESCO-nun siyahısına düşməyə layiq bir sənətkardır və Yaşar ustad sənətkar medalınla Azərbaycan Aşıqlar Birliyinin yüksək səviyyədə belə deyək, təmsil edən bir sənətkar kimi onun ləyaqətlə daşıyacaq və bizim üçün bir fəxr yeri olacaq. Sənətkarın gərək özü də, sözü də, ruhu da, varlığı da o medala, yəni ustad sənətkar medalına layiq olsun. Bu mənada Yaşarın sinəsindəki medal həm təkcə Yaşara qürur gətirmir, həm də o medala qürur gətirir. Yəni, sən həm medala yaraşırsan, həm də medal sənə yaraşır. Bu mənada səni ürəkdən təbrik edirəm. Burada, bax, burada ustad sənətkar medalının yüksək səviyyəli təqdimatını gerçəkləşdiririk və səninlə həmişə qürur duymuşuq. İnşallah bundan sonra da yaxın zamanlarda da bunun Azərbaycan ictimaiyyətinin çox geniş şəkildə təqdim eləyəcək efir məkanından inşallah Allah. Var olun, hər birinizə minnətdarım. Nə ürək sözün varsa çox sağ olun, təşəkkür edirəm. Mən də üzərimə böyük bir məsuliyyət qoyursunuz. Mən də çalışacağam ki, bacardığım qədər Azərbaycan havalarını yaşadım və yenidən axtarışa çıxarım, üzə çıxarım, sizlərə təqdim edeyim. Verdiyiniz dəyər üçün sizlərə minnətdarlığımı bildirirəm, Allah qorusun. Var olun, fəxr edirik, səni təbrik edirik. Çox da yaraşır bu medal. Var olasın, fəxrimizsən, var ol Yaşar, var olasın. Var.